Əvvəla Trump qarşısına qoyduğu hədəfə çata bilmədi. Yəni biz hələ hakimiyyət dövründə 2 gündən sonra atəşkəs imzalanacaq, bir həftə vaxtdan sonra artıq tərəflər sülh masasında oturacaqlar bəyanatlarına şahidlik eləyirdik. Amma sonraki dövrdə də 2 aylıq bir müddət qarşıya qoyulmuşdu və ümid olunurdu ki, həmin müddət ərzində həm Rusiyanı, həm də Ukraynanı bir masa arxasında oturdub ABŞ-ın o təklif elədiyi atəşkəs sazişini imzalamaq mümkün olacaq. Təbii ki, burada Ağ Ev administrasiyasının və konkret olaraq Trumpın maraqları təkcə Ukrayna və Rusiya arasında sülhün əldə olunması yox, həm də bundan maksimum şəkildə ABŞ-ın necə faydalanacağı ilə bağlı idi. Və nəticə etibarilə... Yəni, burada Birləşmiş Ştatların da maraqlarına uyğun hansısa bir qərar verilməlidir. Mütləq şəkildə. Yəni, təkcə mən kənarda durum, bu iki tərəf sülhə nail olsun öz arasında və bundan da ABŞ ortada heç nə əldə etməsin kimi bir niyyəti yoxdur Trumpın. Trump üçün bugün nüfuz Ukraynanın təbii sərvətləridir. Trump üçün bugünləri nüfuz Putini bu və digər şəkildə özündən asılı vəziyyətə salmaqdır. Yəni biznes sağlığı ilə Təbii ki, yəni Trump üçün ancaq quru nüfuz ki, orada mən müharibəni dayandırdım. Bu təbii ki, yetərli bir şey deyil. O baxımdan indiki mərhələdə Trumpın istəkləri baş tutmur. Faktiki olaraq Ukrayna ABŞ-ın təklif elədiyi şərtlər daxilində sazişin imzalanmasından artıq bir növ geri çəkilir. Yəni, hər nə qədər ilkin razılaşma olsa da, amma biz ilkin razılaşmadan sonra Ağ Evin iştahasının belə deyək, böyüdüyünə şahidlik etdik və daha çox şey istəməyə başladı. Ukrayna üzərinə daha çox təzyiq göstərməyə başladı. Zaporojye AES-in nəzarətinin ABŞ-a verilməsi, digər iqtisadiyyatın digər sahələrində bu və digər şəkildə Amerika Birləşmiş Ştatlarının hegemonluğunun təmin olunması kimi istəkləri ortaya çıxdı Amerikanın və nəticə etibarilə Zelenski də Avropadakı tərəfdaşları ilə danışıqlardan sonra, onlardan bu və ya digər şəkildə hansısa, belə deyək, zəmanətlər aldıqdan sonra yavaş-yavaş ABŞ tərəfindən təklif olunan sazişdən imtina mövqeyində bəyanatlar verməyə başladı. Eyni şəkildə Rusiya tərəfi də. Yəni, Rusiya tərəfi nə baş verirdi? Birinci mərhələdə Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında bir narazılığı yaratmaq üçün, daha sonra ABŞ və Avropa ölkələri arasında bir narazılığı yaratmaq üçün özünü, belə deyək, daha loyal göstərmək cəhdləri etdi. Yəni, istənilən atəşkəsə razı olacağını bildirdi birinci mərhələdə. Hətta biz Putinin təklifi ilə də tanışıydıq. Dedi ki, ABŞ-la birgə mineral ehtiyatların işlənməsi və s. sahəsində də əməkdaşlığa da hazırıq. Bu kimi bəyanatlar oldu və bundan sonra təbii ki, biz Trumpın Zelenski üzərinə bir təzyiqinin şahidi olduq. O görüşdə baş verən hadisələr və s. və ilaxı. Amma bundan sonra, yəni, Putin birinci mərhələdə istəyinə nail olduqdan sonra, bu və ya digər şəkildə o narazılıq toxumunu yaratmağı bacardıqdan sonra ilkin öhdəliklərdən geri çəkilməyə başladı və biz nəticə etibarilə Trumpın 60 günlük atəşkəs sazişinin, əvvəl nəzərdə tutulan atəşkəs sazişinin hansı səviyyəyə qədər endirilməsinə şahidlik etdik. Yəni, əvvəl bütün cəbhə boyu atəşkəsin olması ilə bağlı bir razılaşma mövcud idisə, ondan sonra Rusiya ilə danışıqlardan sonra Rusiya tərəfi ancaq müvafiq olaraq hərbi əsirlərin 175 nəfərin dəyişdirilməsi istiqamətində və bir də enerji sektoruna zərbələr endirilməməsi ilə bağlı addımlar ata biləcəyinin anonsunu verdi. Ondan sonraki mərhələdə isə ümumiyyətlə artıq Amerika Birləşmiş Ştatları ilə saymazyana biz münasibətin şahidi olduq və bu da təbii ki, Trump administrasiyasını olduqca çıxılmaz bir duruma saldı. Yəni, indi nə etməlidir Amerika Birləşmiş Ştatları? Ya bundan sonra da Putinin istəkləri ilə, nazı ilə oynayaraq davamlı şəkildə Ukraynaya təzyiqləri davam etdirməlidir, ya da artıq mövqeni dəyişib Avropa ilə birgə bir strateji plan hazırlayaraq Rusiyanı məcbur etməlidir danışıqlar masası arxasında oturmağa. Yəni, Rəşad bəy, demək istəyirsiniz ki, əslində Donald Trump müəyyən qədər Rusiyaya güzəştə getdi. Çox getmişdi. Və çalışırdı ki, bununla da Rusiyanı masaya gətirsin. Artıq bu dirənmə nöqtəsinə mi çatıb sizcə Trumpın güzəştlərinin? Baxın, çünki Rusiyanın istəkləri o yöndədir ki, bu heç bir halda indiki mərhələdə Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab vermir. Rusiya konkret olaraq deyir ki, mən Zelenski ilə bu və ya digər şəkildə danışıqlar aparmaq, bir masa arxasında oturmaq, hər hansı bir saziş imzalamaq niyyətində deyiləm. Açıq demirəm amma. Və legitim hesab etmirəm. Bunu Rusiyanın müxtəlif dairələri
müvafiq olaraq bu bəyanatlarla çıxış eləyiblər və bu bəyanatla tamamilə əminəm ki, ABŞ-la Rusiya arasında nümayəndə heyətlərin görüşündə də bu məsələ qaldırılıb. Bu indiki mərhələdə heç bir halda Trampın maraqlarına cavab vermir. Ona görə də 2 gün bundan qabaq Tramp qəti şəkildə Rusiyanın Zelenskinin legitimliyini tanımamağı ilə bağlı sərt mövqe nümayiş etdirdi və bildirdi ki, bu cür mövqe sərgiləmək Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Yəni söhbət nədən gedir? Baxın, bir tərəf Zelenskinin legitimliyini tanımır. Sən əgər məcbur eləyib indi, necə ki, əvvəl də məcbur eləməyə cəhdlər eləyirdi o birinci mübahisədən sonra ki, Zelenski legitim deyil, orada hansısa seçkilər keçirilməlidir və s. və ilaxır. İndi sən Zelenskini yeni seçki keçirməyə məcbur eləsən, avtomatik olaraq Ukrayna ilə imzalamaq istədiyin ki, o saziş var, mineral ehtiyatlar sazişi, bu artıq arxa plana keçəcək və nəticə etibarilə legitim olmayan prezidentlə sən necə saziş imzalaya bilərsən? Sən də gözləməlisən ki, Ukraynada seçkilər keçirilsin, yeni administrasiya formalaşsın və ondan sonra saziş imzalayasan. Bu, Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab vermir. Eləcə də digər məsələlərdə. Baxın, biz ilkin təklifin Putinlə gəldiyini mən qeyd elədim də, Rusiyanın mineral ehtiyatlar sazişinin işlənməsinə dair. İndi amma Rusiya deyir ki, mən Rusiyanın Amerika Birləşmiş Ştatlarının nəzarətdə tutduğu mineral ehtiyatlarından danışmıram. Ukrayna ərazisində Rusiyanın nəzarəti altında olan torpaqlardakı mineral ehtiyatların birgə işlənməsindən danışıram. Yəni, başqa sözlə, mənim Trampa təklif etdiyim Ukrayna ərazisinin bölüşdürülməsi ilə bağlı olan təklif idi. Və burada söz sahibi nə üçün Rusiyadır sualı da gündəmə gəlir. Rusiya deyir, Ukrayna ərazisindən Rusiya deyir ki, bu gedirsə, ərazilər mənim artıq ərazilərimdir, referendum yolu ilə birləşdirilib və s. və ilaxır və bir yəni, demək istəyirəm ki, Rəşad bəy, burada həm də bir növ Birləşmiş Ştatları buna inandırmağa mı çalışır, yoxsa Birləşmiş Ştatlar həmin ərazilərdə doğrudan da təbii sərvətlərin bölüşdürülməsinə razı olsa, bu həm də o deməkdir ki, bu əraziləri Rusiya ərazisi kimi tanıyır. Baxın, Rusiyanın ilkin planı ondan ibarətdir. Yəni, mənlə saziş imzalayırsansa, ilk növbədə Ukrayna ərazisindəki mineral ehtiyatların bölüşdürülməsi ilə bağlı saziş imzalayaq. Çünki bilirsiniz necədir məsələ? Rusiya tərəfindən işğal olunan ərazilərdə həqiqətən də Ukraynanın böyük miqdarda mineral ehtiyatları olan ərazilər var. Və bu ərazilərlə bağlı sazişin imzalanması təbii ki, dediyiniz kimi Rusiyaya əlavə üstünlüklər verir. Həmin ərazilərin Rusiya ərazisi olaraq tanınmasına bərabər olan bir şeydir. Bunu indi Trump açıq şəkildə etmək imkanında deyil. Çünki Trumpın indiyə qədər olan bəyanatı nədən ibarət idi? Müharibə dayandırılır, ərazilər Rusiyanın nəzarətində qalır, amma gələcək danışıqlarda artıq həmin ərazilərin hansı formada qaytarılması və yaxud da gələcəkdə taleyinin necə olması ilə bağlı bir diplomatik dövr başlayır. Dondurulur sadəcə olaraq. Dondurulur, sadəcə olaraq münaqişə dondurulur. Amma bu Putinin təkliflərində təbii ki, bu artıq bu variant alt üst olunmuş hesab olunur. İkinci bir məsələ də var. O da ondan ibarətdir ki, Putin təkcə Amerika Birləşmiş Ştatları ilə bu və ya digər razılaşma əldə etməklə yetinmək niyyətində deyil. Putin administrasiyası açıq şəkildə bəyan edir ki, bizim Ukrayna savaşında dayandırmağımız, Amerika Birləşmiş Ştatlarından bu və ya digər şəkildə hansısa saziş imzalamağımızın arxasında mütləq şəkildə Amerika Birləşmiş Ştatlarının Avropaya təzyiqi dayanmalıdır ki, Avropa üzərimizdən sanksiya siyasətini götürsün, yəni tətbiq olunan sanksiyaları götürsün. Necə ki, Zelenski imzalanacaq müqaviləyə təhlükəsizlik zəmanəti istəyir, Putin də imzalanacaq müqavilədə üzərində olan sanksiyaların götürülməsi təklifi ilə çıxış eləyir. Birləşmiş Ştatlar da bugün əslində o sanksiyaları tətbiq eləyir. Yəni, hələ ki, onlar da bəli, təbii ki, tətbiq eləyir. Amma Amerika Birləşmiş Ştatlarının təkcə sanksiyaları götürəcəyi Putini qane eləmir. Avropa İttifaqında istəyir. Bəli, böyük şəkildə hamı bir yerdə bu sanksiyaları götürməlidir. Burada da təbii ki, Amerika Birləşmiş Ştatları ilə Avropa arasında fikir ayrılığı var. Biz İstəklər Koalisiyasının bir neçə gün qabaq toplantısına şahidlik etdik. Hər nə qədər Ukraynaya qoşun yeridilməsi ilə bağlı yekdil qərar qəbul olunmasa da, amma sanksiyaların davam etdirilməsi ilə bağlı yekdil bir qərar var Avropa ölkələrində və nəticə etibarilə bundan sonraki dövr doğrudan da təkcə Ukrayna və yaxud da Rusiya üçün deyil, o cümlədən də Amerika Birləşmiş Ştatları və konkret olaraq Trumpın özü üçün çox həlledici bir dövr olacaq. Atacaq addımlardan asılı olacaq nüfuzunun nə dərəcədə möhkəmlənməsi və yaxud da nüfuzun birdən-birə aşağı düşməsi. Ona görə də burada ilk növbədə daha ehtiyatlı olan tərəf indi Amerika Birləşmiş Ştatları olmalıdır. Rəşad bəy, bir də biz Zaluzhny məsələsinin yenə də gündəmə gətirildiyini görürük. Düzdür, özü bu barədə açıqlama verib. Deyib ki, bu şayələrə əhəmiyyət vermirəm. Çünki bizim üçün hazırki dönəmdə əsas məsələ
Ukraynanın ərazi bütövlüyünün qorunmasıdır. Yəni bu müharibədən necə deyirlər, sağ çıxmağa çalışmağımızdır və bununla yanaşı biz müxtəlif məqalələrin dərc olunduğunu görürük. Fərqli versiyalar hətta irəli sürülür ki, Zaluzhny seçki olsa necə davranacaq? Xüsusilə Ukrayna prezidenti Zelenski ilə mi həmfikir olacaq, yoxsa fərqli mövqedən çıxış eləyəcək? Zaluzhny'nin deməyinə rəğmən sizcə burada fərqli bir mövqedən çıxış etmə variantı nə qədər nəzərdən, gözdən keçirilə bilər? Baxın, situasiyadan asılı olaraq və belə deyək, bu və ya digər alternativ namizədlərin arxasında dayanan güclərin verdiyi belə deyək, tapşırıqlardan asılı olaraq vəziyyət dəyişə bilər. Biz bilirik ki, bu günləri Zaluzhny'nin aktiv şəkildə dəstəkləyən konkret qüvvə var Avropanın daxilində, xüsusən də Böyük Britaniya tərəfindən olduqca böyük həcmdə dəstək görən namizəddir. Amma tək Zaluzhny da deyil ki, namizədlər. Poroshenko var, Timoşenko var, yəni digər namizədlər var və indiyə qədər adı hallanmayan hər hansı bir digər bir namizəd, misal üçün Rusiyanın maraqlarına daha çox cavab verə biləcək hər hansı bir namizəd də ortaya çıxa bilər. Həmin dövrdə Zelenskinin müvafiq güclərə nə dərəcədə sərf etdiyindən asılı olaraq digər namizədlərin aktivləşməsi məsələsi ortaya qoyulacaq. Yəni bu günləri Böyük Britaniya və Avropa İttifaqı Zelenskinin qalmasında maraqlı olacaqlarsa, təbii ki, nə Zaluzhny, nə digərləri aktiv şəkildə namizəd olaraq meydana çıxmayacaqlar. Və yaxud da Amerika Birləşmiş Ştatları Zelenskinin dəyişdirilməsi üçün hansısa addımlar atmaq istəyəcəksə, o zaman özünün dəstək verdiyi namizədə maksimum şəkildə meydanlara çıxıb Zelenskiyə qarşı alternativ olmasını istəyəcək. Rəşad bəy, deyirdilər ki, daha çox əvvəllər Donald Trumpın maraqlarına uyğun deyil Zelenskinin qalması. İndi də sizcə eyni mövqe mi sərgilənir? Yəni üzdə sərgilənməsə də? Baxın, bilirsiniz nədir? Birinci mərhələdə maraqlarına ona görə uyğun deyildi ki, Zelenski qəti şəkildə hər hansı bir saziş imzalamaqdan imtina eləyirdi. Yəni, söhbət mineral ehtiyatlarla bağlı, Amerikanın birbaşa istəyi ilə bağlı olan sazişdən gedir. Amerika bilsin nə deyir? Mineral ehtiyatlarla bağlı saziş imzalayaq, ondan sonra atəşkəs olur, olmur, özünüz bilərsiniz. Onsuz da mən mineral ehtiyatları işlətdiyim halda ora Rusiya tərəfindən nə bir raket düşəcək, nə cürət eləyib orada hər hansı bir əməliyyat keçirməyəcəklər. Yəni, Trump buna arxain olaraq bu günləri ən vacib istədiyi odur. Və buna Zelenski birinci mərhələdə yox deyəndə təbii ki, ortaya artıq atılmağa başladı ki, Zelenski legitim deyil və s. və ilaxır. Amma bu günləri Zelenskinin sazişi imzalamaqdan qəti şəkildə imtina etmədiyi bir halda, sadəcə Ukraynanın da maraqlarının bu və ya digər şəkildə nəzərə alınmasının vacib olduğu sazişin imzalanması təklifi ilə çıxış etdiyi bir halda, indi Zelenskinin dəyişdirilməsi Amerika Birləşmiş Ştatlarında maraqlarında deyil. Çünki yenə deyirəm, bu əlavə bir seçki kampaniyası dövrüdür, bu əlavə bir müddət deməkdir, bu 3 ay, 4 aylıq bir müddət deməkdir və Trumpın da bu 3 ay, 4 ay gözləmək kimi bir lüksü yoxdur. Çünki hər an hər şey ola bilər, cəbhədir, hər şey baş verə bilər, Avropanın mövqeyində hansısa dəyişikliklər ola bilər, Ukrayna ilə bağlı, hər an hər şey dəyişə bilər deyənə bu günləri təbii ki, istəmir Zelenskinin dəyişməsini.